Bir şəhid ailələrin kırıldığımız yerden bizi sevindir ya Rabbimiz. Biz şəhid ailələri güclü olduqca düşmənlərimiz inanın ki çox olur. Bəli, bəli belədir, inanın. Şəhid ailələrimiz dik durduqca bizi çox insanlar çox narahat eləyirlər. Səbir, hikmət, qəlbimizi nurla, ömrümüz huzurla dolsun inşallah. Nefsimizi terbiye etmek, Allah'a bir daha yakınlaşmak için bir fırsat. Attığımız her bir adımı düşünerek ataq. Mənim şəhid ailələrim məğrur duraq, cəmaatın içində ağlamayaq, düşmən görür əl çalır, dost kədərlənir. Hamıya sağ can arzulayıram. İstəyirəm müharibə olmaya, sülh ola. İnşallah Allah elini yiyəcək. Düşmənlərimiz xar olsun.